Salam, mən Bahar Qaraxanova. Capital Corporation MMC-nin təsisçisi və direktoru. Eyni zamanda Capital Corporation Akademiyada əsas təlimçiyəm. 2017-ci ildə bu sahəyə başlamaq qərarına gəldim. Bu sahədə o qədər çətinliklər gördüm ki, düzgün məlumat tapmaq, doğru insandan öyrənmək demək olar ki, mümkün deyildi. Elə buna görə də 2019-cu ildə Capital Corporation Akademiyasını yaratdım ki, heç kim bu yolda tək qalmasın. Bu videonun məqsədi təlimlərə qoşulmağa imkanı olmayan, lakin həvəsi olan şəxslərə qısa və praktiki məlumatlar təqdim etməkdir. Mən inanıram ki, bir nəfər də belə bu videodan fayda götürsə, məqsəd yerinə yetirmiş olacaq. Bəzən sosial şəbəkələrdə ya da şəxsi mesajlarda suallar gəlir. Bahar xanım, qaymə nədir? Qayməni necə göndərək? Elektron qaymə ilə pərakəndə qaymə arasında nə fərq var? Çox sadə görünən, amma yanlış ediləndə cərimə və vergiyə səbəb olan bir məsələdir. Ona görə gəlin bugün praktiki və real şəkildə baxaq. Qaymə nədir və necə göndərilir? Ümumiyyətlə qaymə alıcıya mal və ya xidmət təqdim etdiyinizi rəsmi şəkildə təsdiqləyən elektron sənəddir. Əgər siz hüquqi şəxs və ya fərdi sahibkarsınızsa, məhsul və ya xidmət təqdim etdikdə qaymə göndərmək məcburiyyətindəsiniz. Və ilk öncə gələk. Biz qısa və lakonik şəkildə çalışacağım. Video çox qısa olsun və əsas məlumatlara toxunulsun. Asan imza ilə daxil oluram mən sistemaya. Daxil olduqdan sonra mən işini görəcəyəm. İndi mən PIN 1 ilə qəbul edirəm sistemə daxil olmaq üçün. Daxil olsun. Deməli, şirkətimizə daxil oluruq və biz qaymə göndərmək istədiyimiz zaman elektron qaymə fakturalara daxil olub, burada təqdim etmə düyməsini sıxırıq. Burada mən əsas qaymə göndərmək istəyirəmsə, buradan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaymə fakturanın hissəsini, sətrini seçirəm. Burada mən kimə, hansı vergi ödəyicinə qaymə göndərmək istəyirəmsə, yəni mal, iş və xidmət təqdim etmək istəyirəmsə, o zaman o şəxsin mən müəyyinin adını qeyd edirəm. Obyekt, qarşı tərəfin obyektini də qeyd edib, davam et düyməsini sıxıram. Burada malın, işin, kodun adı yazılır. Mən burada bu şirkətə istəyirəm ki, xidmət göstərim və mühasibatlıq xidməti. Burada mallar var, xidmətlər var. Mənim məhsulum, mənim malım, tutaq ki, kitab satışı olsaydı, mənim fəaliyyətim və yaxud da ki, hər hansısa bir malı satsaydım, mallar bölməsindən qeyd edib və burada kitab axtarışı yazıb malın kodunu seçərdim. Hal-hazırda mən xidmətlər bölməsini seçib, mühasibatlıq axtarışını vururam. Və burada mühasibat işləri sahəsində sair xidmətlər. Malın, işin adını qeyd edirəm. Tutaq ki, mühasibatlıq xidməti hal-hazırda may olduğu üçün may yazırıq. ƏMTƏ-nin qlobal identifikasiya nömrəsi, aksiz dərəcəsi və aksiz məbləğini isə mən izah eləmək istəmirəm. Çünki nə qədər video uzun olsa, bir o qədər məncə izləmə daha darıxdırıcı olacaq. Mən xidmət satıramsa, ölçü vahidi ayda ola bilər. Hər ayın, məsələn, əvvəli, sonlarına yaxın mən qaymə göndərirəmsə, ay da ola bilər və yaxud da ki, xidmət də ola bilər. Mən ölçü vahidini xidmət seçirəm. Miqdarı, həcmi. Əgər mən burada rub yazsam, tutaq ki, bu zaman mən miqdarı, həcmi 3 yazaram və vahidin satış qiymətini tutaq ki, yazaram. Bir ayının qiyməti tutaq ki, 500 manatdır. Amma mən hal-hazırda may ayının satışını etdiyim üçün miqdarını, həcmi 1 yazıram, vahidin satış qiymətini yenə 500 yazıram və bu səfər 500 azeyin mənim cəmi məbləğimdir. Mən bu məbləği ƏDV qeydiyyatında olduğum üçün qarşı tərəfə də 500 manatın 500-ünü də ƏDV-yə cəlb edib 18% dərəcə ilə qarşı tərəfə göndərirəm. Və əlavə et düyməsini sıxdıqdan sonra artıq qarşıma 500 azeyin əsas məbləğ plus ƏDV məbləği ilə cəmi 590 azeyin görsəndi. Burada gəlir alınmış avans ödənişləri barədə elektron qaymə faktura məsələsi. Bu dərsin bir videosunu gələcək videolarda təqdim edəcəm sizə. Gəlirik əsas məlumata. Bu məlumatda biz hər hansı müqaviləni imzalamışıqsa qarşı tərəflə, o qarşı tərəfin mütləq şəkildə müqavilə tarixi, müqavilə nömrəsini qeyd edirik və sonda imzala və göndər düyməsinə sıxaraq göndəririk. Burada əsas
hissəni qeyd eləmədiyim üçün özünüz də gördüyünüz kimi mənə xəta verdi. Vaxtımız və videomuzun müddəti uzanmasın deyən mən sadəcə qeyd edib imzala və göndər düyməsini sıxdım və burada təsdiq et vururam. Təsdiq et vurduqda mən mütləq şəkildə PIN 2-mi daxil edirəm. Bu video ümid edirəm ki, hər kəsə faydalı olacağına belə deyim, əminəm və inşallah da digər videolarda gəlmək üzrə olacaq.